Cəmiyyətdə bu qədər boşanma var, çox faciəli rəqəmdir. Təəssüf ki, dünyada bu tendensiya var, bizdən də yan ötmür. Çox faciəli. Bu qədər streslər, xəstəliklər, bu qədər bu nevroloji problemlər hamısı zəiflik əlamətidir. Çətinliklə düz davranmamaq, zəiflik. Bilirsiniz, 1 ay, 2 ay, 3 ay dözmürlər bir-birinə yaşamağa gənclər bəzən. Nəyədəndir bu zəiflikdir? Ancaq zəiflik. Gəlir də yanıma deyir, bilirsən mənə neynədir filan. Deyirəm ki, bunu eləməli idi sənə. Dözmək bundadır ki, onun o hərəkətində dözsün. Ailə bu deyil ki, o sənin xoşuna gələn hərəkətlər eləsin, sən onun xoşuna gələn. Bu ailə olmadı. Cənnətdə yaşamırsan sən. Bir qədər səbrin, dözümün olsun, bir qədər, necə deyim sizə, adam qorxur bəzi sözlər işlətməyə.